Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azerbaycanımızı bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Ben Oruçluq bayramı münasibətilə dünya Azərbaycanlılarımızın bayram münasibətilə təbrik edirəm. Allah tuttuğunuz oruçları qəbul eləsin. Canınızı da sağ eləsin. Bugün ayın 20'si deməli fevral 2026-cı il. Bərdə mal bazarı. Qardaş alıb, Allah xeyir versin. Bordaq üçün alıb şarolları hal-hazırda. Bunları neçə ilə alırsan ata? 27'ye, 26'ya, 28'e de bir tane satmışız. 27'ye, 26'ya. Ümumiyyətlə qabaqçı bazarlarla bu bazarların qiymətdə fərq var. Yəni keçən həftə ilə bu həftə ilə qiymət aşağı yuxarı. Bu bazar yuxarı. Bu bazar yuxarı. Keçən bazarla Fərqli idi. Buna en öylesi bir 8 ay bakaysan da bu heyvanlara. Allah xeyrisindən eləsin. Hal-hazırda Bərdə 2700'den 2800'den ne bileyim belə daha gördüğünüz kimi. Qəşəng şarol. Bordağa gedəsi. Yəni bu. Ben sizler için bir video çekeyim. İnşallah görək bugünkü keçən hafta olmadı. Kasmazda oldu. Görək bu hafta bu videolarımıza ne layıqlar gəlir. Baxaq elə belə. Qiymətləri 37'ye, 38'e, ne bileyim her qiymətə. Qardaşı bax belə bordağa gedən danaları var, bax belə. Gördüğünüz kimi. Hamısı sort. Sort heyvanlar. Bunlara patoloku bir 4-5 ay. Baxsan. Qəşəngcə çəki yığır, yəni bəs yığan heyvanlar.